Salam, hər vaxtınız xeyir. Mən müəllim hazırlıq mərkəzinin miqyas sertifikatı üzrə fizika müəllimi Amil müəllim. Bu gün sizlər üçün maraqlı bir sualın izahını verəcəm. Deməli, sualda deyir ki, sürtünmə əmsalı 0,5 olan səthdə sistem ox istiqamətində 3 metr bölü saniyə kvadrat təcillə hərəkət edir. Buna əsasən F qüvvəsinin neçə newton olduğunu təyin edin. Baxın, bizdən bu F qüvvəsini tapmağımız istənir. İndi bu sistem deyir ki, 3 metr bölü saniyə kvadrat təcillə hərəkət edir. Baxın, burada 4 kiloqram kütləli cismə burada bir ağırlıq qüvvəsi təsir edir. 40 newton. Sistem deyir ki, ox istiqamətinə gedir. O zaman bu 2 kiloqram kütləli cisim sola doğru hərəkət edirsə, səthlə arasındakı sürtünmə qüvvəsi yönəlir hərəkətin əksinə. Bu sürtünmə qüvvəsini də tapsaq, sürtünmə qüvvəsinin düsturu nə idi? Sürtünmə əmsalı bu reaksiya, reaksiya da orada mc qədərdir. İndi baxın, sürtünmə əmsalı 0,5, kütlə 2 J10. Deməli, bu sürtünmə qüvvəsi olur 10 newton. Baxın, burada bir 10 newtonluq sürtünmə qüvvəsi var. İndi burada sistem təcillə hərəkət edir. Təcillə hərəkət edirsə, Newton ikinci qanunu yazmalıyıq. Baxın, hərəkət istiqamətində F var. Hərəkətin əksinə burada bir 10 newton var. Burada da bir 40 newton var hərəkətin əksinə də. Deməli, bu olur F minus 10 plus 40 bərabərdir M-aya. M nədir? Deməli, burada 2 kiloqram var, burada 4 kiloqram, yəni 6 kiloqram var. Vurulsun, təcildə 3-dür. Deməli, bu olur F minus 50 bərabərdir 18-ə. F o zaman buradan 68 newtonu vermiş olur. Cavab olur E variantı. Bütün bir sistem üçün baxıb əldə edim. Yəni, edə bilərdim ki, bu ipdəki gərilməyə T deyərdim. Həmin ip burada da var. Bunun üçün bir Newton ikinci qanunu yazıb T-ni tapardım. Sonra burada nəzərə alardım onu. Oradan F-i təyin edərdim. Yəni, o zaman kütlələr burada 4, burada 2 kiloqram kimi götürəcəkdim. Oradan da yenə doğru cavabı ala bilərdim. Yəni, hətta yaza da bilərik. Bax, məsələn, bu 4 kiloqram kütləli cisim yuxarı qalxır. Deməli, ipdəki gərilmə ağırlığından böyükdür. Bu olur T minus 40 bərabər M-aya, yəni 4 vur 3-ə. Deməli, T buradan olur 52 newton. Sonra eyni qaydada bu F 2 kiloqram üçün baxanda indi F də artır. Bu olacaq o zaman F minus T plus F sürtünmə bərabərdir M-aya. Buradan F-i bilmirik. T 52-dir, sürtünmə də 10-dur. Deməli, bu olur 62 bərabərdir. Kütləsi 2 kiloqramdır, təcilli 3. F buradan o zaman yenə 68 newtonu vermiş olacaq.